Mattanın nəql elədiyi müjdə. Matta 1-ci fəsil. İsa Məsihin nəsil şəcərəsi. Davudun oğlu, İbrahimin də oğlu olan İsa Məsihin nəsil şəcərəsi. İbrahimdən İshaq törədi. İshaqdan Yaqub törədi. Yaqubdan Yahuda və onun qardaşları törədi. Yahudadan Tamarın doğduğu Peres və Zerah törədi. Peresdən Xesron törədi. Xesrondan Ram törədi. Ramdan Amminadav törədi. Amminadavdan Naxşon törədi. Naxşondan Salmon törədi. Salmondan Raxavın doğduğu Boaz törədi. Boazdan Rutun doğduğu Oved törədi. Oveddən Yessey törədi. Yesseydən Padşah Davud törədi. Davuddan Uriyanın arvadının doğduğu Süleyman törədi. Süleymandan Rexavam törədi. Rexavamdan Aviya törədi. Aviyadan Asa törədi. Asadan Yehoşafat törədi. Yehoşafatdan Yehoram törədi. Yehoramdan Uzziya törədi. Uzziyadan Yotam törədi. Yotamdan Axaz törədi. Axazdan Xizgiya törədi. Xizgiyadan Menaşşe törədi. Menaşşedən Amon törədi. Amondan Yoşiya törədi. Babil sürgünü zamanı Yoşiyadan Yekoniya və onun qardaşları törədi. Babil sürgünündən sonra Yekoniyadan Şealtiel törədi. Şealtieldən Zerubbabil törədi. Zerubbabildən Avihud törədi. Avihuddan Elyaqim törədi. Elyaqimdən Azur törədi. Azurdan Sadok törədi. Sadokdan Yaxin törədi. Yaxindən Elhud törədi. Elhuddan Elyazar törədi. Elyazardan Mattan törədi. Mattandan Yaqub törədi. Yaqubdan Məryəmin əri Yusif törədi. Məryəmdən də Məsih adlanan İsa doğuldu. Beləliklə, İbrahimdən Davuda qədər olan bütün nəsillər 14 nəsildir. Davuddan Babil sürgününə qədər 14 nəsildir. Babil sürgünündən Məsihə qədər də 14 nəsildir. İsa Məsihin doğulması. İsa Məsihin doğulması belə oldu. Anası Məryəm Yusifə nişanlanmışdı. Amma birlikdə olmalarından əvvəl Məryəmin müqəddəs ruhdan hamilə olduğu aşkar oldu. Onun nişanlısı Yusif salih bir adam idi və Məryəmi cəmaat arasında rüsvay eləmək istəməyərək gizlicə boşamaq niyyətinə düşdü. Amma belə düşündüyü halda Rəbbin bir mələyi röyada ona görünüb dedi: Davud oğlu Yusif, Məryəmi özünə arvad eləməkdən qorxma. Çünki onun bətnindəki körpə müqəddəs ruhdandır. Məryəm bir oğul doğacaq və onun adını İsa qoy. Çünki o öz xalqını günahlarından xilas eləyəcək. Bütün bunlar Rəbbin Peyğəmbər vasitəsilə söylədiyi bu söz yerinə yetsin deyə baş verdi. Budur, bakirə qız hamilə olub oğlan doğacaq. Adını İmmanuel qoyacaqlar. İmmanuel, Allah bizləndir deməkdir. Yusif yuxudan oyananda Rəbbin mələyinin buyurduğu kimi elədi və arvadını qəbul elədi. Amma Məryəm bir oğul doğana qədər Yusif onunla yaxınlıq eləmədi. Doğulan körpənin adını İsa qoydu.